Oğlaq bürcü 29 sentyabr 2025 Oğlaq bürcünün proqnozu. Bugün oğlaqlar üçün diqqətli olmaq və hər şeyi olduğu kimi qəbul etmək vacibdir. Səhər saatlarında bəzi planlarda dəyişiklik ola bilər, buna görə çevik davranmaq işini asanlaşdıracaq. Ətrafında baş verənlərə sakit yanaşsan, gün ərzində yaranan çətinliklər daha rahat şəkildə keçəcək. Əlaqələr ön plana çıxa bilər. Danışarkən sözlərinə fikir vermək və qarşı tərəfi dinləmək münasibətləri gücləndirəcək. Bugün kiminlə necə danışdığın düşündüyündən daha çox əhəmiyyət daşıya bilər. Günün ortalarında yeni fikirlər yarana bilər və bəzi qərarlar vermək ehtiyacı hiss oluna bilər. Tələsmədən hər şeyi bir daha nəzərdən keçirmək sənə aydınlıq verəcək. Əgər əvvəllər başlatdığın bir işi davam etdirmək fikrindəsənsə, bugün ona yenidən qayıtmaq üçün uyğun zamandır. Axşama doğru enerjin bir qədər azala bilər, buna görə də özünə vaxt ayırmağa çalış. Səni rahatladan və düşüncələrini sakitləşdirən məşğuliyyətlərə yönəlmək günün sonunda daha yüngül hiss etməyinə kömək edəcək. Bugünün mesajı: hər şeyi nəzarətdə saxlamağa çalışma, bəzən axını buraxmaq daha faydalı olur. Səbirli ol və hadisələrin sənin xeyrinə işləyəcəyinə inan. Dolça bürcü 29 sentyabr 2025 Dolça bürcünün proqnozu. Bugün dolçalar üçün maraqlı qarşılaşmalar və gözlənilməz hadisələrlə yadda qala bilər. Gözlədiyin bir xəbərin gecikməsi və ya planlarının dəyişməsi mümkündür, amma buna görə ruhdan düşməyə dəyməz. Sakit qalmaq və vəziyyətə uyğun davranmaq sənə günü daha rahat keçirməyə kömək edəcək. Ətrafındakı insanlarla ünsiyyətdə açıqlıq və anlayış önəmli olacaq. Kiminsə davranışı səni təəccübləndirə bilər, amma bu halı dərindən düşünmək əvəzinə üzərindən yüngül keçmək daha yaxşı nəticə verəcək. Günün ikinci yarısında yeni bir fikir ortaya çıxa bilər və ya əvvəldən düşündüyün bir işi həyata keçirmək üçün istək hiss edə bilərsən. Amma hər şeyi bugün etməyə çalışmaq yerinə biraz gözləmək və zamanlamağı düzgün seçmək daha yerində olar. Axşam saatları öz dünyana çəkilmək və rahatlanmaq üçün gözəl fürsət gətirəcək. Sənə yaxşı təsir edən bir fəaliyyətlə məşğul olmaq həm əhvalını qaldıracaq, həm də başını boşaldacaq. Bugünün mesajı: dəyişikliklər səni yormasın. Hər şey öz axarında həll olunur. Sən sadəcə açıq qal və öz yolunu sakitliklə davam et. Balıq bürcü 29 sentyabr 2025 Balıq bürcünün proqnozu. Bugün balıqlar üçün duyğular ön planda olacaq. Ətrafda baş verənlərə daha həssas yanaşa bilərsən, bu da bəzən əhvalının dəyişməsinə səbəb ola bilər. Günə sakit başlamaq və özünə biraz zaman ayırmaq düşüncələrini toplamağa kömək edəcək. Gündəlik işlərdə səbirli olmaq vacibdir. Gözlənilməyən xırda dəyişikliklər planlarını poza bilər, amma bunu böyütməməyə çalış. Sakit qalsan, hər şey yavaş-yavaş yoluna düşəcək. Ətrafındakı insanlarla münasibətlərdə açıq və səmimi olmaq bugün sənə əlavə güc verə bilər. Günün ortalarında qərarsızlıq hissi yarana bilər. Bu zaman tələsməmək və hiss etdiklərini anlamaya çalışmaq daha doğru olar. İndi hər şeyi çözmək məcburiyyətində deyilsən, biraz ara vermək də özlüyündə vacib addımdır. Axşam saatları isə daxili rahatlıq tapmaq üçün əlverişli olacaq. Səni yoran fikirlərdən uzaq durmağa çalış və özünü yaxşı hiss etdiyin bir məşğuliyyətə yönəl. Bu, həm ruhunu sakitləşdirəcək, həm də gücünü bərpa etməyə kömək edəcək. Bugünün mesajı: hər şeyə dərindən bağlanmaq əvəzinə biraz məsafədən bax, bəzən uzaqdan görmək daha aydın olur. Özünü qorumağı və sakit qalmağı unutma. Qoç bürcü 29 sentyabr 2025 Qoç bürcünün proqnozu. Bugün qoçlar üçün enerjini düzgün yönəltmək vacib olacaq. Günə sürətli başlaya bilərsən, amma qarşılaşacağın bəzi hallar səni dayanmağa və düşünməyə vadar edə bilər. Planlarını dəyişmək lazım gəlsən, bunu rahatlıqla qəbul etməyə çalış. Bəzən yolunu dəyişmək daha yaxşı nəticə verir. Ətrafındakı insanlarla münasibətlərdə səbirli olmağa çalış. Qarşındakının nə dediyini tam anlamadan reaksiya vermək anlaşılmazlıq yarada bilər.
Əgər bir söhbətə başlamaq istəyirsənsə, bunu sakit və aydın şəkildə et. Bu, hər iki tərəf üçün rahat olacaq. Günün ortalarında diqqətini bir yerə toplamaq çətin ola bilər. Bu zaman özünü məcbur etmən, biraz fasilə vermək daha faydalı ola bilər. Hər şeyi bir gündə həll etməyə çalışmaq yerinə hansısa bir işi sakitliklə davam etdirmək daha yaxşı nəticə verəcək. Axşam saatları isə daha yüngül və rahat keçə bilər. Əgər içində bir müddətdir daşıdığın bir fikir varsa, bugün onu buraxmaq və özünü azad hiss etmək üçün yaxşı vaxt ola bilər. Bugünün mesajı: hər şeyə nəzarət etməyə çalışma, bəzən buraxmaq və axına uyğun hərəkət etmək ən doğru seçim olur. Sakit qal və öz yoluna davam et. Boğa bürcü. 29 sentyabr 2025 Boğa bürcünün proqnozu. Bugün boğalar üçün sadəlik və sabitlik önəmli olacaq. Günü planlı şəkildə başlamaq istəsən də, bəzi gözlənilməz hallar planlarına təsir edə bilər. Hər şeyin dərhal istədiyin kimi getməməsi səni narahat etməsin. Günün axarında hər şey öz yerini tapa bilər. Ətrafındakı insanlarla ünsiyyətdə anlayışlı davranmaq önəmlidir. Bəzən hər kəs sənin kimi düşünməyə bilər və bunu qəbul etmək münasibətləri daha rahatlaşdıracaq. Əgər kiminsə sözləri və ya davranışı səni düşündürürsə, bu haqda sakit şəkildə danışmaq daha düzgün olar. Günün ortalarında bəzi qərarlar verməli ola bilərsən. Düşünmək üçün özünə vaxt ver və başqalarının təsiri altında seçim etmə. Səni rahat edən yol hər zaman ən doğrusudur. Axşam saatlarında isə daha sakit və rahat bir mühitdə olmaq istəyə bilərsən. Sevdiyin bir məşğuliyyətə vaxt ayırmaq və gündəlik qayğılardan bir qədər uzaqlaşmaq əhvalını yaxşılaşdıracaq. Bugünün mesajı: hər şeyin öz vaxtı var, tələsmən, özünü yorma və hər anın axarına uyğun yaşamağa çalış. Sakitlik sənə aydınlıq gətirəcək. Əkizlər bürcü. 29 sentyabr 2025 Əkizlər bürcünün proqnozu. Bugün əkizlər üçün fikir axını güclü ola bilər. Səhər saatlarından etibarən başında bir neçə düşüncə dolaşa bilər və hansı istiqamətdə hərəkət edəcəyini seçməkdə çətinlik yaşaya bilərsən. Amma bu qarışıqlıq uzun çəkməyəcək. Gün keçdikcə daha aydın qərarlar vermək mümkün olacaq. Ətrafındakı insanlarla söhbətlər önəm qazana bilər. Bəziləri ilə aranızda maraqlı fikir mübadiləsi ola bilər. Ancaq hər deyiləni dərhal ciddiyə alma. Bəzən söylənənlər sadəcə keçici təsirlərlə bağlı ola bilər. Günün ortasında özünə yönəlmək və nəyin sənin üçün vacib olduğunu düşünmək istəyə bilərsən. Bu, heç də pis bir şey deyil. Hərdən biraz geri çəkilib baxmaq nəyin doğru olduğunu daha yaxşı göstərir. Axşam saatları isə bir qədər sakitlik gətirə bilər. Günü sevdiyin bir fəaliyyətlə başa vurmaq və özünə kiçik bir rahatlıq hədiyyə etmək əhvalına yaxşı təsir edəcək. Bugünün mesajı: düşüncələrin çox ola bilər, amma bu səni yormasın. Əslində cavablar sənə çox da uzaqda deyil. Biraz sakitlik kifayət edir ki, hər şey yerinə otursun. Xərçəng bürcü. 29 sentyabr 2025 Xərçəng bürcünün proqnozu. Bugün xərçənglər üçün duyğusal tarazlıq vacib olacaq. Səhər saatlarında əhvalın dəyişkən ola bilər, amma bu hal uzun sürməyəcək. Hiss etdiklərini bastırmaq yerinə onları sakit şəkildə qəbul etməyə çalış. Bu, gününü daha rahat keçirməyinə kömək edəcək. Ətrafındakı insanlarla ünsiyyətdə səmimiyyət ön planda olacaq. Kimin nə dediyinə qarşı daha həssas ola bilərsən, amma hər deyiləni şəxsi qəbul etməməyə çalış. Əgər səni narahat edən bir fikir varsa, onu içində saxlamadan paylaşmaq daha yüngüllük verə bilər. Günün ortasında yaxınlarınla bağlı bir məsələ gündəmə gələ bilər. Bu vəziyyətdə sakit və anlayışlı olmaq münasibətləri daha da möhkəmləndirə bilər. Öz baxış bucağını qoruyaraq qarşı tərəfi də dinləmək balans yaratmağı asanlaşdıracaq. Axşam saatları isə özünü toparlamaq və istirahət üçün ideal zamandır. Sevdiyin bir filmlə, musiqi ilə və ya sadəcə sakit bir anla baş-başa qalmaq sənə yaxşı təsir edəcək. Bugünün mesajı: hisslərini inkar etmən, amma onların səni idarə etməsinə də icazə vermə. Sakit qal, səmimi ol və özünü rahat burax. Hər şey düşündüyündən daha yüngül həll olunacaq. Şir bürcü.
29 sentyabr 2025 Şir bürcünün proqnozu. Bugün şirlər üçün enerjili və dinamik bir gün ola bilər. Səhər saatlarında işlərinə yeni bir baxış bucağı ilə yanaşmaq istəyəcəksən. Bəzən qarşına çıxan kiçik maneələr səni yorsa da onları aşmaq üçün gücün yetərincədir. Ətrafındakı insanlarla ünsiyyətdə diqqətli olmaq lazımdır. Fikir ayrılıqları yaranarsa, tələsmədən və səbirlə vəziyyəti dəyərləndirmək münasibətləri qorumağa kömək edəcək. Sözlərini diqqətlə seçmək və dinləməyi unutmamaq bugün sənə üstünlük qazandıracaq. Günün ikinci yarısında əvvəlcədən planladığın bir işə yenidən baxmaq, lazım gəlsə ona dəyişikliklər etmək üçün yaxşı vaxtdır. İradəli davranmaq və səbirli olmaq istəyinə çatmağına yardım edəcək. Axşam saatları özünə zaman ayırmaq və rahatlamaq üçün əlverişlidir. Sevdiyin fəaliyyətlə məşğul olmaq həm ruhunu, həm də bədənini gücləndirəcək. Bugünün mesajı: enerjini düzgün yönəlt və hadisələrə açıq ol. Sakitlik və səbir sənin ən böyük gücün olacaq. Qız bürcü. 29 sentyabr 2025 Qız bürcünün proqnozu. Bugün qızlar üçün diqqət və düşüncə əsas mövzu olacaq. Səhərdən etibarən baş verən kiçik detallar sənə daha çox təsir edə bilər, buna görə fikirlərini aydın saxlamağa çalış. Hər şeyi idarə etmək istəyi ola bilər, amma bəzən vəziyyətlərin öz axarına buraxılması daha faydalı ola bilər. Ətrafındakı insanlarla ünsiyyətdə anlayış və yumşaqlıq ön planda olacaq. Hər kəsin fikri fərqli ola bilər və bunu qəbul etmək münasibətləri daha rahat edəcək. Qarşılaşdığın problemləri sakitliklə dəyərləndirmək və həll yolları axtarmaq üçün uyğun gündür. Günün ortalarında yeni fikirlər və ideyalar yarana bilər. Bunları bir yerə yazmaq və sonra təhlil etmək sənə yol göstərəcək. Tələsmədən addım-addım irəliləmək daha doğru seçim olacaq. Axşam saatları isə özünə vaxt ayırmaq, rahatlamaq və enerjini toplamaq üçün əlverişlidir. Səni xoşbəxt edən kiçik şeylərə fokuslanmaq əhvalını yüksəldəcək. Bugünün mesajı: hər şeyə nəzarət etmək mümkün deyil, buna görə də sakit ol və anın dadını çıxar. Ətrafındakilara anlayış göstərmək sənin üçün də rahatlıq gətirəcək. Tərəzi bürcü. 29 sentyabr 2025 Tərəzi bürcünün proqnozu. Bugün tərəzilər üçün tarazlıq və uyğunlaşma vacib olacaq. Səhərdən başlayaraq qarşına çıxan vəziyyətlərdə sakit qalmaq və hadisələrə soyuqqanlı yanaşmaq sənə kömək edəcək. Planlarında kiçik dəyişikliklər ola bilər, amma onları qəbul etmək asanlaşacaq. Ətrafındakı insanlarla münasibətlərdə harmoniya yaratmaq üçün səylərin olacaq. Danışıqlar və qarşılıqlı anlaşma üçün əlverişli anlar var, amma sözlərini diqqətlə seçmək önəmlidir. Səmimi və açıq ünsiyyət problemlərin həllinə yol açacaq. Günün ortalarında bəzi qərarlar vermək lazım gələcək. Öz daxili səsini dinləmək və tələsməmək daha yaxşı nəticələr əldə etməyə imkan yaradacaq. Tələskənlikdən uzaq durmaq münasibətləri və planları daha sağlam saxlayacaq. Axşam saatları isə rahatlamaq və özünə vaxt ayırmaq üçün əlverişli olacaq. Sakit və dinc bir mühitdə olmaq sənə güc və enerji verəcək. Bugünün mesajı: tarazlığı qorumağa çalış, həm özünü, həm də ətrafını dinlə. Hər şey zamanla daha aydınlaşacaq, səbirli ol. Əqrəb bürcü. 29 sentyabr 2025 Əqrəb bürcünün proqnozu. Bugün əqrəblər üçün dərin düşüncələr və özünü anlama ön planda olacaq. Səhər saatlarında keçmişdə qalan bir məsələ üzərində düşünə bilərsən. Bu, səni narahat etsə də onu açıqca qəbul etmək rahatlamağa kömək edəcək. Ətrafındakı insanlarla münasibətlərdə səmimiyyət və dürüstlük vacib olacaq. Hər şeyi gizlətmək yox, hiss etdiklərini və düşündüklərini doğru şəkildə ifadə etmək əlaqələri möhkəmləndirəcək. Ehtiyatlı olmaqla yanaşı, qarşındakını anlamağa da çalış. Günün ikinci yarısında bir işə yenidən baxmaq və ya bir fikri dərinləşdirmək üçün əlverişli vaxtdır. Tələskənlik etmədən addım-addım irəliləmək daha məqsədə uyğun olacaq. Axşam saatları özünlə tək qalmaq və sakitliyi qiymətləndirmək üçün yaxşı zamandır. Daxili sükunət tapmaq sənə həm rahatlıq, həm də yeni enerji verəcək.
Bugünün mesajı: duyğularını və düşüncələrini gizlətmə. Açıq olmaq səni azad edəcək və doğru yola yönəldəcək. Sakitlik içində güc tap. Oxatan bürcü. 29 sentyabr 2025 Oxatan bürcünün proqnozu. Bugün oxatanlar üçün yeni imkanlar və gözlənilməz fürsətlər ortaya çıxa bilər. Səhər saatlarında planların istədiyin kimi getməyə bilər, amma bu sənə yeni yollar açmaq üçün bir fürsət olacaq. Açıq fikirli olmaq və çevik davranmaq sənə üstünlük qazandıracaq. Ətrafındakı insanlarla ünsiyyətdə anlayışlı olmaq önəmlidir. Bəzən sözlərin yanlış anlaşılması mümkündür, buna görə də fikirlərini aydın və sakit ifadə etmək faydalı olacaq. Qarşılıqlı hörmət münasibətləri daha da gücləndirəcək. Günün ortalarında səyahət və ya yeni biliklərə yönəlmək üçün motivasiya hiss edə bilərsən. Hər şeyə tələsmədən addım-addım irəliləmək sənə uğur gətirəcək. Hər zaman macəraya açıq qalmaq, yeni təcrübələr qazanmaq üçün önəmlidir. Axşam saatları isə istirahət və daxili sakitlik üçün əlverişlidir. Sevdiyin insanlarla vaxt keçirmək və ya təkcə özünə yönəlmək enerjini bərpa etməyə kömək edəcək. Bugünün mesajı: yeni fürsətləri qaçırma, amma hər addımı düşünərək at. Sakitlik və açıq fikir səni doğru istiqamətə aparacaq.